Herkese salamlar. Yeni videoda xoş gördük hər birinizi. Uzun zaman idi ki, video çəkmirdim. Nəhayət yeni bir videoda sizin qarşınızdayam. Yenə həmişəki kimi səyahətə çıxıram, amma bu dəfə biraz fərqlidir. Yəni həmişə Türkiyəyə gedirdim. Bu dəfə fərqlidir. Avropaya səyahət edəcəm. Bu ilk mənim Avropa səyahətim olacaq. Nə ilə bağlı səyahətim? Avropa Komissiyasının ESC layihəsi ilə bağlı, yəni könüllülük layihəsi ilə bağlı, könüllülük layihəsinə daha doğrusu seçilmişəm. Polşada keçiriləcək bir layihədir. Bununla bağlı ətraflı sizə başqa bir videoda danışaram. Çünki mənim üçün ilk könüllülük layihəsi olacaq bu. Ona görə də bu təcrübəni yaşayaraq sizinlə başqa bir videoda təəssüratlarımı, bu layihəyə necə müraciət etmək olar, bunlarla bağlı sizə video çəkib paylaşaram. Amma bu videomu isə sırf səyahətimlə bağlı çəkmək istəyirəm. Deməli, Polşaya olacaq səyahətim Kiels şəhərindədir. Axşam uçuşum olacaq. Mən indi hazırlaşıram, Bakıya gedəcəm. Ümid eləyirəm video sizin üçün faydalı olar, gözəl bir səyahət keçirərəm. Belə, elə isə səyahətimizə başlayaq. Thank you for flying with Turkish Airlines and member of Selam Ersin. Hope to meet you again. Yenidən hər kəsə salamlar. İstanbul Hava Limanıdayam. Bir neçə saatdır ki, İstanbul Hava Limanına gəlmişəm. Demək olar ki, Bakıdan İstanbula gələnə qədər çox çətin çəkdim. Yollar tıxac idi. Ona görə çox gecikdim mən hava limanına gəlməyə. Yəni neçə saat yollarda qaldım elə. Ən son anda gəldim. Artıq qeydiyyat bağlanırdı. Bağlanmaq üzrə idi. Ən son mən keçdim, ondan sonra qeydiyyatı bağladılar. Qaça-qaça getmişəm, yoxlamışdan keçmişəm. Ən sonuncu olaraq keçdim. Sonra da təyyarəyə götürülmədim. O qədər qaça-qaçdım, özümü nəfəs-nəfəsə qalmışdım. Sonra amma hava təyyarədə hər şey yaxşı idi. Yəni yeməyi verdilər, yerim də yaxşı idi, yəni rahat idi. Ona görə biraz orada hər şey yoluna düşdü. İndi İstanbul Hava Limanındayam. Deməli, səhər saat 8-ə işləyən 8-in yarısında Krakova uçuşu olacaq. Demək olar ki, 7 saat falan hava limanında gözləyəcəm. Belə görək nə edirik. İnşallah xeyirlisi olar. Krakovdan da qatarla gedəcəm Kiels şəhərinə. Görək necə olur. İnşallah ki, stansiyanı tapa bilərəm, rahatlıqla gedib ora çıxa bilərəm. Kielsdə də dalımızı biz götürməyə gələcəklər. We're gonna keep it low key, keep it softly spoken, with no strings tying you to me. Krakova geldi ama çamadanlarla ben seçemeyeceğim. Krakova geldi ama ki çamadanlarımızı koymağa yer tapmadık ki gedək şəhər gəzək. Yəni çünki 5 saat daha var bizim qatarımızın Kielsə getməyinə. Burada da hamı zlotlandı, bizə də zlot yoxdur. Məcburən stansiyadan çıxıb çamadanlarla gəzəsirik. Görək nə olacaq axırımız. Amma belə qəşəng bir yerə oxşuyur. Yəni belə bir yerdir. Mənim çamadanlarım. Burada da mol var. Herkese yenidən salamlar. Biz Krakova gəldik. Mən aeroportdan çıxdıq. Orada elə qatarlar var idi ki, qatar stansiyasına, yəni əsas qatar stansiyasına aparır. Ora mindim. Orada sonra gəldim əsas qatar stansiyasına. Burada da yüklərim çox idi. Saat da yəni 5 saat var daha hardasa qatarın çıxmaya, yəni Kielsə getməyinə. Ona görə
Dedim çamadanları qoyum, sonra gedim biraz gəzim də şəhəri. Amma ki qatar əmanətlərdə zlot keçir də, yəni nə bilim kredit kartı keçmir, avro falan keçmir. Orada soruşdum, məlumat yerindən soruşdum ki, bəs necə olur? Bu zlot falan dəyişmək olur burda stansiyada? Dedi, yox, təəssüf ki, yoxdur burada dəyişən yer. Ona görə elə çamadanlarla bir yerdə çıxmışam, şəhəri gəzirəm. Burada deməli mol var. Qatar stansiyasından çıxandan sonra burada Yekə şəhər meydanı var. Ticarət mərkəzi var. Sonra oradan biraz qabağa gələndə burada qəşəng bir dənə bağ var. Çox qəşəng bir bağdır. O qədər yorulmuşam ki, oturdum hələ burada. Biraz bulka falan vardı, onlardan yedim. Təmiz hava, quşların səsi elə ləzzət edir. Yəni buradan heç durub getməyə halım yoxdur. Çox qəşəng bir yerdir, yəni Krakov. Çamadanlarımı qoya bilsəm bir yerə, gedib şəhəri gəzərdim. Görək indi nə edəcəm. Bilmirəm səsim necə gəlir. Hal-hazırda qatardayam. Krakovdan çıxdım. Kielsə doğru gedirəm. Yəni baxıram pəncərədən yaşıllıqdır, ancaq yaşıl. Ağaclar, meşəliklər, gözəl bir yerdir. İnşallah birazdan çatacağam. Bilən nə olur. Xeyirlisinə çatacağam. Həqiqətən iyi bir yolculukdu. Seyahatin sonunda yatmaq istəyirəm. Herkese salamlar. Mən artıq Kiels şəhərindəyəm. Yəni 6-cı gün, şənbə günü gəlmişəm. Başım o qədər qarışıq idi ki, video çəkməyə vaxtım olmadı. Yəni evə gəldim, internet problemi yaşadım, internetə girə bilmirdim. Sonra evdə bəzi problemlər var idi, onları həll etməli idim. Daha sonra alış-verişə getdim, evdə yeməyə bir şeylər aldım. Və də çox yorğun idim, yəni full istirahət eləmişəm. Sonra bugün ofisə getdik. Ofisdə bizə deməli kart hesabı açdılar. Daha sonra avtobus, nəqliyyat üçün istifadə edəcəyimiz belə sözləşmə falan var idi. Onları, sənədlər var idi, onları doldurduq. Daha sonra onları imzaladıq falan. Nəysə ondan sonra nömrə almalı idim. Nömrə almağa getdim. Belə. Bu günü də belə başa vurdum. Ümumi deyə bilərəm ki, burada hər şey yaxşıdır. Yəni qiymətlər marketlərdə falan normaldır. Yəni hər şey satılır. Evimizin də videosunu çəkmək istəyirəm. Sadəcə otaq yoldaşım evdədir. Uyğun bir vaxtda onu çəkəcəm. Yəni ev də apartman dairəsi kimidir. Yəni hərənin ayrıca otağı var. Yəni mənim otağım genişdir, yaxşıdır. Balkonumuz da var, mətbəx ayrı, sonra hamam ayrı, tualet ayrı. Belə yaxşıdır, yəni genişdir. Yəni razıyam hələ ki. Yəni şəhərə də yaxındır. Burada marketlər falan var. Yəni ofisimizə də yaxındır. Belə bir problem yaşamıram. Belə otaq videosunu da ayrıca əlavə edərəm bura. Videonu sonlandırmaq istəyirəm. Bundan sonraki fəaliyyətlərimlə bağlı da videolar hazırlayacağam. Tez-tez paylaşacağam. Hələ ki bizim layihəmiz başlamayıb. Əslində bugün başlamalı idi. Sadəcə
mən 5-ci gün, yox 6-cı gün bura gəldiyimə görə ofisdə bir iclas keçirildi. Yəni yeni gələnlər üçün. Ona görə biz layihəyə gedə bilmədik. İnşallah sabahdan layihəmizə başlayacağıq. Bizim layihəmiz məktəblərdə olacaq. Məktəbli uşaqlarla, şagirdlərlə birlikdə, yeniyetmələrlə birlikdə olacaq. Öz ölkəmizi tanıdacağıq. Mədəniyyətimizi onlara təqdim eləyəcəyik. Belə maraqlı bir fəaliyyət gözləyir bizi. Yeni dostlarla tanış oldum. Yeni gələnlərlə İtaliyadan, İspaniyadan, Portuqaliyadan, bir çox yerdən, Türkiyədən hətta var idi gələnlər. Otaq yoldaşım da İtalyandır. Biri gəlib, digəri yoldadır. Sabah deyəsən çatacaq. O da İtalyan olmalıdır. Belə hələ ki yaxşı yola gedirik, yəni anlaşa bilirik türklər demiş. Yaxşıdır. Görək sonrakı günlərdə necə olacaq. İnşallah ümid edirəm ki, yaxşı şeylər gözləyir məni. Belə videonu tamamlamaq istəyirəm. Özünüzə yaxşı baxın. Növbəti videolarda inşallah ki, görüşərik. Kanalımıza abunə olmağı, videonu bəyəndinizsə, bəyən butonuna basmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik. Otağımı sizə göstərmək istəyirəm. Düzü biraz səliqəsizdir. Amma yenə də göstərim. Deməli, belə yatağım, belə böyük. Otaq biraz genişdir, yəni yaxşıdır məncə. Tək sevmədiyim şey asılqanlı şkaf yoxdur, balaca belə şkaflardandır. Burada masa var. Burada tumbuçka var. Odaklaya bilmədim. Nəysə. Belə bol şkafları var burada. Sonra buradan da bir görmək olur. Burada da digər otaq var, amma hələ ki otaq yoldaşım gəlmir digəri. Belə bir otaqdır. Burada mətbəx var. Belə bir mətbəxdir. Soyuducu falan var. Bura deməli ayaq yoludur. Burada da hamam da buradadır. Belə paltaryon maşındır, vannadır. Bura digər otaqdır, salondur, böyük otaqdır, amma bir nəfər orada qalırdı. Girmək istəmirəm. Bura girişdir. O qapıdan giririk içəriyə. Sonra burada da şeydir, dəhlizdir. Buradan otaqlarımıza keçirik. Belə yaxşı bir evdir, genişdir. Rahat, yəni hər şey etmək olar.